Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəli sükutla yad edilib, dövlət himni səsləndirilib. Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov Prezident İlham Əliyevin müraciətini tədbir iştirakçılarına çatdırıb. Müasir dövrdə süni intellekt texnologiyalarının sürətlə inkişafı bəşəriyyətin sosial, iqtisadi, hüquqi və etik gündəliyini əsaslı şəkildə dəyişməkdədir. Bu proses yeni imkanlarla yanaşı bütün sahələrdə, o cümlədən insan hüquqları sahəsində də yeni prioritetləri aktuallaşdırır. Ölkəmiz texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir. Belə ki, Azərbaycanda innovativ texnologiyalar və süni intellektin məsuliyyətli və balanslaşdırılmış tətbiqi istiqamətində mühüm addımlar atılır. Sammitin mövzusuna dair videoçarx nümayiş olunub. Technology expands human potential, but it also creates new challenges for human rights. One question defines our time. Will technology shape humanity? Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva çıxışında bildirib ki, süni intellekt insan hüquqlarının müdafiəsi sahəsində yeni imkanlarla yanaşı ciddi çağırışlar da yaradır. O vurğulayıb ki, Azərbaycanda bu texnologiyaların təhlükəsiz, etik və insan hüquqlarına əsaslanan prinsiplərlə tətbiqi prioritet istiqamətlərdəndir. Ombudsman şəxsi məlumatların qorunması, dezinformasiya ilə mübarizə, uşaqların rəqəmsal təhlükəsizliyi və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında süni intellektin dövlət idarəçiliyi və məhkəmə sistemində yeni imkanlar yaratdığını, eyni zamanda hüquqi çağırışları da artırdığını bildirib. O qeyd edib ki, şəxsi məlumatların qorunması, alqoritmik ayrı seçkiliyin qarşısının alınması və fundamental hüquqların müdafiəsi əsas məsələlərdəndir. Sədr əlavə edib ki, süni intellekt hüquqi xidmətlərin əlçatanlığını artırsa da, ədalət mühakiməsində insan amilini əvəz edə bilməz. Milli Məclis sədrinin müavini Musa Qasımlı bildirib ki, süni intellekt və rəqəmsal texnologiyalar yeni imkanlarla yanaşı insan hüquqları sahəsində yeni risklər də yaradır. O, şəxsi məlumatların məxfiliyinin qorunması, saxta xəbərlərlə mübarizə, uşaqların rəqəmsal təhlükəsizliyi və qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Xarici qonaqlar çıxışlarında süni intellekt sahəsində dövlətlər arasında təcrübə mübadiləsinin və birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər. Onlar insan mərkəzli yanaşmanın gücləndirilməsi və rəqəmsal çağırışlara hazırlıqlı olmaq üçün beynəlxalq dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar. Uluslararası yapay zekanın getirmiş olduğu fırsatlar, riskler ve imkanlar başlıklı bu zirve zannediyorum bugün dünyanın en önemli gündem maddelerinden biri. Dolayısıyla bunun hak arama kurumları tarafından ve uluslararası nitelikte bir toplantıda ele alınması çok kıymetli. Biz de ülke olarak bu konuda çok ciddi çalışmalar yapıyoruz. Bu sadece teknik ve teknolojik bir gelişim, değişim değil ama aynı zamanda sosyal, kültürel ama daha da çok hukuki boyutları itibariyle sağlam bir altyapısının oluşturulması gereken bir olgu. Dolayısıyla insanlık bundan sonraki yürüyüşünde yapay zekayı nasıl kullanacak, ondan nasıl istifade edecek ve onun oluşturabileceği risklere karşı hangi tedbirleri alacak? Bütün dünya gibi burada da bunun tedbirleri veya bunun geleceğe dair altyapısının hazırlanmasına dair istişareler yapılıyor. Ülkemizde de, Türkiye'de de bu konu biraz önce söylediğim gibi çok ciddi bir şekilde ele alınıyor. Bugün belə bir günün keçirilməsi çox vacibdir. Eyni zamanda bu cür tədbirlərin təşkilinin nə qədər önəmli olduğunu vurğulamaq istərdim. Azərbaycanın bu sahədəki nümayəndəsi böyük işlər görüb və tədbirin mövzusu da olduqca aktualdır. Milli İnsan Hüquqları İnstitutları yalnız insan hüquqlarının müdafiəçiləri deyil, həm də onların təşviq ediciləridir. Buna görə də yeni çağırışlarla mübarizə aparmaq öhdəliyimiz var. Süni intellekt həqiqətən də həm dövlətlər, həm də Milli İnsan Hüquqları İnstitutları üçün böyük bir çağırışdır. Əminəm ki, konferansın
yekun nəticələri və qəbul edilən qərarlar burada iştirak edən bütün ölkələrə süni intellektin yaratdığı imkanlardan istifadə etmək üçün öz yanaşmalarını formalaşdırmağa kömək edəcək. Mənim adım Pamela Chavela Sambodur. Mən Zambiya İnsan Hüquqları Komissiyası sədriyəm və süni intellekt, eləcə də insan hüquqları məsələlərinin müzakirə olunduğu bu mühüm sammitdə iştirak etməkdən böyük şərəf və qürur duyuram. Düşünürəm ki, konfransın mövzusuna, süni intellektin yaratdığı imkanlar və çağırışlara nəzər saldıqda görürük ki, bu məsələ artıq qlobal gündəmdən çıxmayacaq. Biz rəqəmsal transformasiyanı və süni intellekti qəbul etməliyik. Çünki dünya məhz bu istiqamətdə inkişaf edir. Bu baxımdan bugün keçirilən sammit olduqca vacib və zamanın tələblərinə cavab verən bir platformadır. Bugünkü beynəlxalq sammitin mövzusu olduqca aktual və həssasdır. Məni bu sammitə dəvət etdiklərinə görə rəhbərlik və təşkilatçılara təşəkkür edirəm. Çünki bu istiqamətdə aparılan müzakirələr son dərəcə vacibdir. Rəqəmsal texnologiyalar və süni intellekt həyatımıza getdikcə daha inamla daxil olur. Bu prosesdə hüquq müdafiəçilərinin və ombudsman institutlarının rolu olduqca böyükdür. Onların əsas vəzifəsi süni intellekt və rəqəmsal texnologiyalardan istifadə zamanı insan hüquqlarının pozulmasının qarşısını almaq, bu sahədə monitorinq və nəzarəti həyata keçirməkdir. Bu texnologiyaların dövlət qurumları və özəl təşkilatlar tərəfindən tətbiqi bəzən informasiyaya çıxışın məhdudlaşdırılması və vətəndaş hüquqlarının pozulması risklərini yarada bilər. Buna görə də belə halların qarşısını almaq məqsədi ilə müxtəlif ölkələrdə qanunvericilik yeni reallıqlara uyğunlaşdırılır və ombudsman institutları tərəfindən müvafiq nəzarət mexanizmləri həyata keçirilir. Bugünkü sammitin işi məhz bir çox ombudsman institutları üçün yol xəritəsi rolunu oynayır. Bu platforma onlara öz ölkələrində insan hüquqlarının daha effektiv şəkildə müdafiəsi və təşviqi istiqamətində fəaliyyətlərini gücləndirməyə kömək edəcək. Bu imkana görə çox təşəkkür edirəm. Düşünürəm ki, bu Səbinə Əliyeva və Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş çox gözəl təşəbbüs və mühüm bir addımdır. Çünki bu mövzu insan hüquqları və süni intellekt hazırda üzləşdiyimiz vəziyyət baxımından son dərəcə aktualdır. Bu hələ başlanğıcdır. Gələcəkdə bizi hara aparacağını heç kim dəqiq bilmir. Ancaq vacib olan odur ki, biz bu məsələləri müzakirə edirik. Geniş fikir mübadiləsi aparırıq və insan hüquqları ilə süni intellektin qarşılıqlı təsirinin necə inkişaf etdiyini, eləcə də gələcəyinin necə ola biləcəyini anlamağa çalışırıq. Tədbir panel müzakirələrindən davam edib. Sessiyalar zamanı iştirakçılar süni intellekt texnologiyalarının yaratdığı imkanlarla yanaşı mövcud risklər, etik yanaşmalar, hüquqi tənzimləmə mexanizmləri və beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə müzakirələr aparıblar. Sammitin sonunda iştirakçılar tərəfindən süni intellekt sahəsində insan hüquqlarının qorunmasına dair ortaq prinsipləri özündə əks etdirən süni intellekt və insan hüquqları üzrə Bakı bəyannaməsi qəbul edilib. Atabey Səyyad, Təxminə Babayeva, Elşad Heydərov, NTV Xəbər, Bakı.